Salam əziz abituriyentlər, hörmətli müəllimlər və şagirdlər. Bugün Salur Qazanın evinin yağmalandığı boy haqqında sizlərə bəzi əsas məlumatları verməyə çalışacağam. Həmçinin Dədə Qorqud, belə deyək də, Kitab-ı Dədə Qorqud dastanı haqqında faydalı məlumatlar verməyə çalışacağam. Deməli, Kitab-ı Dədə Qorqud dastanı bilirik ki, bədii söz sənətinin ilk mükəmməl ədəbi nümunəsidir. Dastanın yaradan da, onun qəhrəmanları da Oğuz türkləridir. Dastanın yaradıcısı və ilk söyləyəni Ozanlar Ozanı Dədə Qorqud olub. Dədə Qorqudun özü haqqında müxtəlif rəvayətlər, əfsanələr var. Dədə Qorqud gələcəkdən xəbər verə bilirdi. Məhəmməd Peyğəmbərin dövründə yaşamışdı. Dədə Qorqud belə deyək də, boylarda iştirak eləyir, söz söyləyir, ad qoyur gənclərə. Oğuz elinin başçısı isə Bayandır xan idi. Dastanda Bayandır xanın adı çəkilir. Bayandır xan müdrik və qüdrətli hökmdar idi. Dastanda deməli Oğuz elinin igidləri Qaragünə, Alparuz, Basat, Yeynək, Beyrək, Dəli Dondaz, Qarabudaq, həmçinin Qarabudağa Dəli Budaq da deyilir, Uruz, Qazanxan, Bəkiloğlu İmran və sair digər qəhrəmanların adlarını çəkir. Deməli, dastanın qəhrəmanları haqqında desək, yumşaq təbiətli olmasına görə Dirsəxan yumşaq təbiətli və xeyirxahdır. İradəli, dözümlü, sədaqətli Beyrəkdir. Daha sonra ailə münasibətlərində böyük rəğbəti ilə seçilən Səqrəy idi. Bunlar hamısı testlərə düşür. 7 başlı əjdahanı öldürən Qazanxandır. Qazanxan 3 qorxunc heyvanı öldürür. Deməli, Qanturalı, nəhəng buğanı öldürür Buğac. Bunlar hamısı testə düşən əsas qeydlərdir. Və dastanda qadın obrazları var. Burla xatun, Banu Çiçək, Dirsəxanın xatunu, Selcan xatun. Bunlar ağıllı, tədbirli, vəfalı, qorxmaz, igid və ləyaqətlidirlər. Oğuz igidlərinin ümumiləşmiş surəti Uruz idi. Oğuz elinin xarici düşmənləri bəs hansılardır? Deməli, xarici düşmənlər Şöklü Məlik, Buğacıq Məlik, Şöklü Məlik, Trabzon Təkuru və belə deyək də, Qara Məlik Oğuz elinin xarici düşmənləridir. Düşmənlər də Oğuzlarla üzbəüz döyüşə cəsarət etməkdən çəkinirlər. Fürsət düşən kimi Oğuz elinə xaincəsinə basqın edirlər və dinc insanları əsir aparırdılar. Deməli, dastana başlasaq, bir gün Tulu quşun balası, yazıqların ümidi, Amid soyunun aslanı, Qaracığın qaplanı, Qonur atın yiyəsi, Uruz xanın ağası, Bayandır xanın kürəkəni, Qalın Oğuzun dayağı, igidlərin arxası, Ulaş oğlu, Salur Qazan yerindən durmuşdu. Biz görürük ki, boy Qazan xanın təsviri ilə başlayır. 90 yerdə böyük ipək xalçı döşətmişdi. 9 qara gözlü, göyçək üzlü, saçı arxada düyünlənmiş, köksü qızıl düyməli, əlləri biləyindən xınalı, barmaqları naxışlı, gözəl kafir qızları Qalın Oğuz bəylərinə şərab paylayırdılar. Deməli, 9 qara gözlü kafir qızı Qalın Oğuz bəylərinə şərab paylayırdılar. Ulaş oğlu Salur Qazan içdi, axırda şərabın təsiri başına vurdu. O, qaba dizləri üstünə çöktü, dedi, sözümü dinləyin, səsimə səs verin, bəylər. Yata-yata yanımız ağrıdı, dura-dura belimiz qurudu. Duraq gedək, a bəylər, ov ovlayaq, quş quşlayaq, sığın keyik yıxaq, qayıdıb otağımıza düşək, yeyib içək, günümüzü xoş keçirək. Deməli, ova getmək təklifini verən Qazan xan olur. Qazan xanın bu təklifinə birinci cavab verən Qıyan Səlci oğlu Dəli Dondaz olur. Deməli, Dəli Dondaz deyir, bəli, xan Qazan məsləhətdir. İkinci olaraq da Qaragünə oğlu Qarabudaq deyir, ağam Qazan məsləhətdir. Onlar belə deyəndə at ağızlı Aruz qoca, yəni bu Qazanın dayısı idi, iki düzü üstünə çöküb deyir, ağam Qazan, Sasıdınlı Gürcüstan sərhədinə gedirsən, qərargahının üstündə kimi qoyursan?
Qazan deyir: "Oğlum Uruz 300 igidlə evimin keşiyində dursun." Deməli, oğlunu da 300 igidlə evinin keşiyində qoyur. Qonur atını çəkdirdi, mindi Dəli Dondaz. Deməli, Dəli Dondazın atı qonur atdır. Təpəlqaşqa ayğırını mindi. Yox, Qazan xan qonur atını minir. Təpəlqaşqa ayğırını Dəli Dondaz minir. Qaragünə Göybədəvi atını minir. Şir Şəmsəddin ağ atını minir. Parasarın Bayburt hasarından sıçrayıb aşan Beyrək boz ayğırını minir. Qonur atlı Qazana keşiş deyən Yeynək duru ayğırını minir. Saymaq istəsəm tükənən deyil. Qalın Oğuz bəyləri atlandılar, böyük qoşun Aladağa ova çıxdı. Deməli, ov yeri haradır? Aladağdır. Kafirlərin casusu bunu gördü və gedib Şöklüməliyə xəbər verdi. Deməli, kafirin casusu Şöklüməliyə xəbər verən kafirin casusuydu. 7000 qaftanının arxası cırıq, kəsik, qara saçlı, sası dinli, din düşməni, alaca atlı kafir mindi, çapdı. Gecə yarısı Qazan bəyin düşərgəsinə gəldi. Deməli, kafirlər Qazan bəyin evinə gecə yarısı hücum eləyirlər. Başqa hansı əsərlərdə belə deyək, həmçinin həm qəfildən, həm də gecə yarısı hücum olunan əsərlərdə belə bir məqamlar varsa, rəy bölməsinə yaza bilərsiniz. Kafirlər onun qızıl tağlı evlərini çalıb, çapdılar. Qaza bənzər qız gəlinlərini çığırışdırdılar. Tövlə-tövlə atlarını mindilər. Qatar-qatar qızıl dəvələrini yedəkləyib apardılar. Qiymətli xəzinəsini, bol pulunu talan etdilər. 40 incə belli qız ilə boyu uzun Burla xatun əsir getdi. Qazan bəyin qarmış anası qara dəvə boynundan asılı getdi. Deməli, Uruz bəy 300 igidlə əli qolu bağlı, boynu bağlı getdi. Bax, burada dəvə Qazan bəyin anası dəvə boynundan asılı gedir. Hansı əsərlərdə var dəvədən istifadə? Bax, Leyli Məcnunda var. Leyli Məcnun poemasında var. Sonra Manqurt əsərində var. Gün var əsrə bərabər romanında var. Gün var əsrə bərabər. Aha. Və bunların heç birindən Qazan xanın xəbəri yox idi. Həmçinin İlək oğlu, qoca oğlu Sarı Salmaş Qazan bəyin evin üstündə şəhid olur. Kafir dedi: "Bəylər, Qazanın tövlə-tövlə şəhanə atlarını minmişik. Qızıl gümüşünü talan etmişik. 40 igidlə oğlu Uruzu dustaq etmişik. Qatar-qatar dəvələrini gətirmişik. 40 incə belli qızla Qazan xanın arvadını tutmuşuq. Biz bu heyfləri Qazana vurmuşuq." Kafirlərdən biri dedi: "Qazan bəydə bir heyfimiz qaldı." Bax, bunu deyən kafirlərdən biridir. Bəzən bunu Şöklü Məlik olaraq verirlər testdə, amma yox, səhvdir. Kafirlərdən biri deyir. Şöklü Məlik deyir: "Ədə nə heyfimiz qaldı?" Kafir deyir: "Qazanın qapılı Dərbətdə 10.000 qoyunu var. O qoyunları da götürsək, deməli, Qazana çox böyük ziyan vurarıq," dedi. Şöklü Məlik 600 kafir göndərir. Hara gedirlər? Dərbəndə. Deməli, Dərbəndin adı hansı əsərlərdə çəkilir? Bir bu Salur Qazanın evinin yağmalandığı boyda, bir çəkilir Uruzun dustaq olduğu boy, bir də çəkilir, deməli, İskəndərnamə poeması. Orada deyir ki, deyirlər Dərbəndi İskəndər qurdu. Bax, Dərbəndin adı çəkilən əsərlər bunlardır. Gecə yatarkən Qaraca çoban yuxuda qara qayğılı əhvalat gördü. Deməli, biz görürük ki, birinci yuxunu Qaraca çoban görür. Daha sonra isə Qazan xan görəcək. Deməli, Qaraca çoban neynir? Ayağa durur hövünlank. Qaban gücü və dəmir gücü adlı iki qardaşını yanına çağırır. Ağılın qapısını bərkidir. 3 yerdə təpə kimi daş yığır. Alaqollu sapandını əlinə alır. Qaraca çobanın üstünü qəflətən 600 kafir alır. Deməli, bundan əlavə biz yuxu görən obrazlar hansıları deyə bilərik? Deməli, Dərzi şagirdi Əhməd nağılında Əhməd. Ondan sonra Koroğlu dastanında Koroğlu. Daha sonra Vaqif dramında İbrahim xan.
Sonra deyə bilərik, Qaytar ana borcu şeirində o ana yuxu görür. Ana faciəsində Səlma ana. Ondan sonra Dəhnamə poemasında aşiq obrazı və Leyli və Məcnun poemasında Zeyd. Bax, bunlar yuxu görən obrazlardır. Deməli, kafir deyir: qaranlıq axşam olanda qayğılı çoban, qar yağış yağanda od ocaqlı çoban, südü pendiri bol qaymaqlı çoban. Görə indi bu kafir çobana nə deyir? Qazan bəyin qızıl tağlı uca evlərini biz yıxmışıq. Tövlə şahanə atlarını biz minmişik. Qatar-qatar qızıl dəvəsini biz yedəkləmişik. Qarıcıq anasını biz gətirmişik. Qiymətli xəzinəsini, bol pulunu biz talan etmişik. Qaza bənzər qız gəlinini biz əsir etmişik. 40 igidlə qazanın oğlunu biz tutmuşuq. 40 incə belli qızla qazanın arvadını biz tutmuşuq. Ay çoban, uzaqdasan, yaxındasan, bəri gəl, baş endirib təzim et, bizə salam verək, öldürməyək. Səni şöklü məlin yanına aparıb bəyliyalıq verək. Deməli, burada kafir çobana təklif eləyir ki, gəl bizə təzim elə, səni şöklü məlin yanına aparıb bəylik təklif eləyək. Biz başqa hansı əsərlərdə vəzifə təklif edilən obrazlar görürük? Deməli, Həmzənin qıratı qaçırması qolunda Xodkar Hasan Paşaya. Vaqif dramında İbrahim xan Şeyxə. Daha sonra Oqtay Eloğlu əsərində Səməd Oqtaya. Bir də Xurşidbanu Natəvan dramında Şahzadə Məlikül Dövləyə. Deməli, vəzifə təklif eləyir. Aha, indi biz çoban nə deyir? Çoban deyir, boş-boş danışma, itim kafir. Bax, kafiri itim kafir deyə adlandırır. İtimlə bir yalıqdan yal içən azğın kafir. Deməli, indi çoban başlayır müqayisə eləməyə. Altındakı alaca atını nə öyərsən? Ala başlı keçimcə görünməz mənə. Deməli, kafirin atı ilə ala başlı keçimcə. Bunları müqayisə eləyir. Başındakı dəbilqəni nə öyərsən? Ay kafir, başımdakı börkümcə görünməz mənə. 60 tutam nizəni nə öyərsən? Murdar kafir. Deməli, burada nizəsini, həmçinin kafiri bir də murdar adlandırır. Qırmızı dəyənəyimcə görünməz mənə. Qılıncını nə öyərsən? Ay kafir, əyri başlı çofcanımca görünməz mənə. Belində 90 oxunu nə öyərsən? Ay kafir, ala qollu sapandımca görünməz mənə. Uzaqdasan, yaxındasan, bəri gəl, igidlərin zərbəsini gör, sonra get. Deməli, biz bu boya əsasən deyə bilərik ki, 2 dəfə vəzifə təklif edilən obraz çobandır. Çünki bir dəfə kafir gəlir bəylik təklif eləyir, bir də Qazan xan təklif eləyir. Amma desə ki, 2 dəfə bəylik desə, bəylik təklif edilən obraz çobandır. Bu səhvdir. Çünki 2 dəfə bəylik təklif edilmir. Bax, bunu yadımızda saxlayaq. Deməli, kafirlər təklifsiz at təpdilər, ox səpdilər, Qaraca çoban sapandının ağzına daş qoydu, atdı. Birini atanda ikisini, üçünü yıxdı, ikisini atanda üçünü, dördünü yıxdı. Kafirlərin gözünə qorxu düşdü. Qaraca çoban kafirin 300-ünü sapand daşı ilə yerə yıxdı. Deməli, burada ilkin olaraq 300 kafir öldürülür. 2 qardaşı isə oxlandı, şəhid oldu. Qardaşları şəhid olur. Çobanın daşı tükəndi, qoyun demir, keçi demir, sapandının ağzına qoyur, atır və kafiri yıxırdı. Kafir qorxur. Dünya aləm başına qaranlıq oldu. Dedilər, arzusu gözündə qalsın. Birdən hamımızı qırar. Daha durmayıb qaçdılar. Bəs bundan sonra çoban nə eləyir? Yəni, kafirlər gedəndən sonra şəhid olan qardaşlarını dəfn eləyir, kafirlərin leşindən böyük bir təpə düzəldir, çaxmaq çaxıb od yandırır, yapıncısından kəsib yandırır, qurumunu yarasına basır, yolun əyrisini tutub oturur. Ağladı, sızladı, dedi, Salur Qazan, bəy Qazan, ölüsənmi, dirisənmi, bu işlərdən xəbərin yoxdurmu?
Aha. Sən demə, o gecə Qalın Oğuzun dayağı, Bayandır xanın kürəkəni, Ulaş oğlu Salur Qazan yuxuda əhvalat gördü. Deməli, ikinci yuxunu artıq Qazan görür. İkinci yuxunu artıq Qazan görür. Dedi, qardaşım Qaragünə, bilirsənmi yuxumda nə göründü? Qara qayğılı əhvalatlar gördüm və yuxusunu qardaşına yozdurur. Yumruğumda bir şahin çırpınıb quşumu əlimdən alır. Hündür evimin üzərinə göydən ildırım çaxdığını gördüm. Qatı qara dumanın düşərgəmin üstünü bürüdüyünü gördüm. Quduz qurtların evimi dəldiyini gördüm. Qara dəvənin ənsəmdən qapdığını gördüm. Gördüm ki, qara saçım qarğı kimi uzanır, uzandıqca gözümü örtür. Əllərimdə 10 barmağımı qan içində gördüm. Bu yuxunu görəndən bəri huşumu yığa bilmirəm. Xan qardaşım, mənim yuxumu deməli yoz mənim üçün. Deməli, biz bunu Vaqif dramında şeyx obrazı ilə Qaragünəni eyniləşdirə bilərik. Deməli, Qaragünə və şeyx. Ortaq götürsək, hər ikisi yuxu yozur. Yuxu yozur. Ortaq götürə bilərik. Qaragünə deməli yozur Qazanın yuxusunu, qara bulut dediyin deyir sənin taleyindir, qar ilə yağmur dediyin sənin qoşunundur, saç qayğıdır, dərdisərdir, qan qaranlıqdır. Qalanını yoza bilmirəm, Allah yozsun. Deməli, tam yozmur. Belə dedikdə Qazan deyir, mənim ovumu pozma, qoşunumu dağıtma, bu gün qonur atı çapıb, deməli qonur atına yola düşür, 3 günlük yolu bir günə gedərəm. Əgər salamatlıqdırsa, axşam olmadan yenə sənin yanına gələrəm. Oradakılar sağ-salamat deyilsə, başınıza çarə edin. Mən daha getdim. Qazan bəy qonur atını mahmızladı, yola çıxdı. Gəlib yurduna çatdı. Görür ki, yurdunda bir tazı qalıb, quzğun dolaşır. Qazan bəy yurdu ilə xəbərləşib nə deyir? Deməli, Qazanın xəbərləşdiyi, belə deyək də, ilk obyektlər var. Deməli, yurd, su, qurd, köpək. Bizə sual versələr ki, Qazanın xəbərləşdiyi ilk və son subyekt, bu artıq çoban olacaq. İlk və son subyekt. Bu artıq çobandır. Deməli, Qazan birinci yurdu ilə xəbərləşir. Görək nə deyir? Qohum qəbiləli komam yurdum, Qulanla sığına keyikə qonşu yurdum. Səni düşmən hardan talayıb gözəl yurdum. Uca evimin tikilisi yurdu qalmış, qoca anamın oturduğu yerdə qalmış. Oğlum Uruzun ox atdığı nişan qalmış. Qazanın qara qıyıq gözləri qan yaş dolur, qanı damarlarında dayandı, qara bağrı sarsıldı, qonur atını dizləri ilə vurub kafirin keçdiyi yola düşdü. Getdi. Qazanın qarşısına bir su çıxdı. Deməli, ikinci su ilə xəbərləşir. Qazan deyir, su Allahın üzünü görmüşdür. Deməli, su ilə xəbərləşəndə bu ifadəni işlədir. Su ilə xəbərləşim. Çağlayaraq qayalardan çıxan su, ağac gəmiləri atıb tutan su, Həsən ilə Hüseynin həsrəti su, bağ ilə bostanın zinəti su, Ayşə ilə Fatimənin baxışı su, şəhanə atların içdiyi su, qızıl dəvələrin gəlib keçdiyi su, çevrəsində ağ qoyunların yatdığı su, yurdumdan bir xəbər bilirsənsə de mənə, dərdli başın qurban olsun suyum sənə. Su necə xəbər versin? Sudan da keçir, bu dəfə bir qurda rast gəlir. Deməli, artıq 3-cü qurddur. Qurd üzü uğurludur. Qurdla bir xəbərləşim. Qaranlıq axşam olanda günü doğulan, qarla yağış yağanda ər kimi duran, qaracıq atları kişnəşdirən, qızıl dəvə gördükdə inləşdirən, ağca qoyun görəndə quyruğu ilə qamçı çəkən, arxası ilə vurub bərk ağılın ardını sökən, burmu axda kök qoçları atıb tutan, qanlı quyruq üzü şap-şap udan, ulaşması köpəkləri təşvişə salan, əldə məşəl çobanları gecə vaxtı yüyürdən, yurdumdan bir xəbər bilirsənsə de mənə. Dərdli başım qurban olsun qurdum sənə. Qurd necə xəbər versin? Qurddan da ötüb keçdi. Qaraca çobanın qara köpəyi Qazan xanın qarşısına gəldi. Deməli, köpək. Qazan qara köpəklə xəbərləşdi.
Qaranlıq axşam olanda hav-hav ürən, turş ayran töküləndə şap-şap içən, gələn yadı oğrunu qorxudan, hürməyi ilə o qorxudaraq hürküdən, yurdumun xəbərini bilirsənsə de mənə. Dərdli başım qurban olsun, dərdli başım sağ olduqca yaxşılıqlar edim. Köpək qazanın atının ayağına atılıb düşür, zing-zing zingildəyir, qazan qamçı ilə köpəyi vurdu. Biz Qazan xanla hansı obrazı eyniləşdirə bilərik? Deməli, Qazan xanla Qurbanəli bəy əsərində Qurbanəli obrazını eyniləşdirə bilərik. Burada da belə deyək də, köpəklə xəbərləşir. Qurbanəli bəy də orada deyir, malades sabak. Bax, belə bir ifadə işlədir. Qaranlıq və gəlir çobanı gördükdə artıq gəlir çobanın yanına. Qaranlıq axşam olanda qayğılı çoban, qarla yağış yağanda od ocaqlı çoban, səsimi anla, sözümü dinlə, evimin buradan keçdiyini gördünmü de mənə. Dərdli başım qurban olsun çoban sənə. Çoban dedi, ölmüşdünmü, itmişdinmi Ağazan, harda gəzirdin, hardaydın? Dünən yox, o biri gün evim buradan keçdi. Qoca anan qara dəvə boynundan asılı keçdi. 40 incə belli qızla arvadın, boyu uzun burla xatun ağlayıb buradan keçdi. 40 igidlə oğlun Uruz başı açıq, ayaq yalın, kafirlərin yanınca dustaq getdin. Tövlə-tövlə atlarını kafir minmiş. Qatar-qatar qızıl dəvələrini kafir yedəkləyib. Qızıl, gümüş, pul xəzinəni kafir talamışdır. Deməli, çoban artıq bu məlumatları Qazana verir. Çoban belə deyərkən Qazan ah çəkir. Dünya aləm başından qaranlıq olur. Qazan da çobana deyir, ağzın qurusun çoban, dilin çürüsün çoban, Allah sənin alnına bəla yazsın çoban. Qazan belə deyəndə çoban da deyir ki, nə tanıyırsan məni? Heç deyir, mənə inamın yoxdur. Deməli, çobanın üstünə neçə nəfər gəlmişdi? 600 kafir. Nə olmuşdu? 200 qardaşı şəhid olmuşdu. 300 kafiri öldürüb və deyir, sənin qapından bir kök qoyun, arıq toğlu da kafirlərə vermədim. Və biz burada artıq görürük, çoban 3 yerdən yaralanıb, yalqız qalıb. Günahın budurmu? Sonra çoban bir də Qazana deyir. Deyir, qonur atını, bax burada çoban artıq Qazandan istədikləri var. Qonur atını mənə ver, 60 tutamlıq nizəni mənə ver, apalaca qalxanını mənə ver, böyük iti polad qılıncını mənə ver, ox qabından 80 oxunu mənə ver, ağ tozluca tutacaqlı bərk yayını mənə ver, gedim kafirin qolundakı şahinini öldürüm, paltarımın qolu ilə alnımın qanını silim. Ölərsəm qoy sənin uğrunda elim. Allah qorurarsa evini mən xilas eləyim. Deməli, çoban belə dedikdə Qazan qəhərlənir, yola düzəlib götürülür. Çoban da Qazanın ardınca gedir. Qazan dönüb baxır, soruşur, oğul çoban hara gedirsən? Çoban da deyir ki, ağam Qazan, sən evini ailəni xilas etməyə gedirsən, mən də qardaşımın qanını almağa gedirəm. Deməli, Qaraca çoban intiqam almaq üçün gedir. Biz intiqam almaq istəyən obrazlara hansıları deyə bilərik? Deməli, İblis əsərində bir Rəna atasının qatilini intiqamını almaq istəyirdi, atasının qatilindən. Bir də Xavərin babası. Bax, bunları deyə bilərik. Deməli, belə dedikdə Qazan soruşur, oğul çoban, qarnım acdır, yeməyə bir şeyin var mıdır? Çoban deyir, bəli ağam Qazan, gecədən bir quzu bişirib qoymuşam, gəl bu ağacın dibində oturaq, yeyək. Aha. Enirlər, çoban dağarcığını çıxarır, gedilər. Qazan fikirləşdi ki, əgər çobanla getməli olsam, qalın Oğuz bəyləri bunu başıma qaxınc edərlər. Çobanla olmasaydı, Qazan kafirləri məğlub etməzdi deyərlər. Qazana qeyrət gəlir. Çobanı böyük bir ağaca sarıya möhkəm bağlayır. Çobana deyir, ədə çoban, qarnın acmamış, gözün qaralmamışkən bu ağacı qopar, yoxsa səni burada qurd-quş yeyər. Qaraca çoban güc elədi. İri ağacı yeri ilə, yurdu ilə qopardı, Qazanın ardınca düşdü. Qazan baxıb gördü, çoban ağacı arxasına alıb gəlir. Ədə çoban, bu ağac nədir? Çoban dedi, ağam Qazan, bu ağac ona görədir ki, sən kafiri basarsan,
qarnın acar. Mən də sənə yemək bişirərəm. Bu söz Qazana xoş gəldi. Atından enir, çobanın əllərini açır, deyir: Allah mənim evimi bəladan qurtararsa, səni bütün ilxılarıma başçı qoyaram. Deməli, ikinci dəfə vəzifə təklif eləyir. Artıq ikisi də bir yerdə yola düzəlir. Bu yanda Şöklü Məlik keyfi kök, kafirlərlə yeyib-içib oturmuşdu. Və bunu artıq Şöklü Məlik deyir. Deyir, bilirsiniz Qazana necə heyif vurmaq lazımdır. Boyu uzun Burla xatunu gətirib badə paylasın. Aha. Və Burla xatun bunu eşidir, ürəyinə canına od düşür, qızın içinə girib deyir: Qazan bəyin xatunu hansınızdır deyə hansınıza yapışarlarsa 40 yerdən səs verərsiniz. Şöklü Məlikdən adam gəldi, Qazan bəyin xatunu hansınızdır deyə soruşdu, 40 yerdən səs gəldi. Hansıdır bilmədilər. Kafirə xəbər verdilər ki, birinə yapışdıq, 40 yerdən avaz gəldi. Bilmədik hansıdır dedilər. Kafir artıq burada nə deyir? Deyir, gedin, Qazanın oğlu Uruzu dartıb çəngəldən asın. Ağ ətindən qıyma çəkin. Qara qovurma bişirib 40 bəy qızını aparın. Hər kim yedi o deyil, hər kim yemədi odur. Götürün, gəlin şərab paylasın. Deməli, boyu uzun Burla xatun oğlunun yanına gəlir. Kafirlər fikirlərini dəyişiblər ki, Qazanın oğlu Uruzu həbsdən çıxarıb ölkənlə boğazından asın. 2 kürəyindən çəngələ sancın. Qıyma ağ ətindən çəkin. Qara qovurma edib 40 bəy qızını aparın. Hər kim yedi o deyil, hər kim yemədi o Qazanın xatunudur. Sənin ətindən ay oğul yeyimmi, yoxsa ağan Qazanın namusunu tapdayım mı, neynəyim ay oğul? Deməli, biz görürük ki, Burla xatun burada dilemma qarşısında qalır. Yəni, biz bunu hansı əsərlə oxşar götürə bilərik? İntiqam hekayəsində Xəzəngül obrazı. O da dilemma qarşısında qalır övladı ilə. Yəni, ona deyirlər ki, övladını öldürməlisən. Çünki hər ikisi dilemma qarşısında qalır. Aha, Uruz da deyir, ağzın qurusun ana, dilin çürüsün ana, ana haqqı, tanrı haqqı deyilməsəydi, qalxıb yerimdən durardım, yaxandan boğazından tutardım. Qaba dizimin altına alardım, ağ üzünü qara yerə çırpardım, ağzından üzündən qan şoruldayardı. Can şirinliyini sənə göstərərdim. Saqın xanım ana, mənim üzərimə gəlməyəsən, mənim üçün ağlamayasan. Qoy məni çəngələ bassınlar, qoy ətimdən çəksinlər, qara qovurma edib 40 bəy qızının önünə aparsınlar. Onlar bir yeyəndə sən 2 dəfə ye. Kafirlər səni tanımasınlar. Onlara şərab paylayıb atam Qazanın namusunu sındırmayasan, saqın. Oğlan belə deyəndə gözünün yaşı axır, boyu uzun Burla xatun yıxıldı. Payız alması kimi, yanağı qarğı kimi qara saçını yoldu. Oğul deyib zar-zar ağladı. Deməli, Uruz artıq burada müraciət eləyir. Deyir, xanım ana, qabağımı kəsib nə inləyirsən? Niyə zarıyırsan, niyə ağlayırsan? Bağrımı, ürəyimi nə dağlayırsan? Keçmiş günlərimi nə andırırsan? Ərəb atları olan yerdə bir qulun tapılmazmı? Ağca qoyunlar olan yerdə bir quzusu tapılmazmı? Sən sağ ol, xanım ana, atam sağ olsun. Bir mənim kimi oğul tapılmazmı? Ana dözə bilmir, gedir 40-cı belli qızın arasına girir. Kafirlər Uruzu hara gətirirlər? Qənarə dibinə gətirirlər. Uruz da kafirdən aman istəyir. Deyir, ay kafir, amandır. Qoyun məni bu ağacla danışım. Çağırıb söyləmiş, görək nə deyir. Məkkə ilə Mədinənin qapısı ağac, Müsey kəlimin əsası ağac, böyük suların körpüsü ağac, nəhəng dənizlərin gəmisi ağac, əlinin düldülünün yəhəri ağac, əlinin qılıncının dəstəyi ağac. Məni səndən asarlar, götürmə. Götürsən igidliyim səni tutsun. Deməli, biz görürük ki, burada Uruz dini yerlərin adını çəkir. Başqa dini yerlərin adını çəkən hansı əsərlərdə var? Deməli, Oqtay Eloğluda var. Oqtay Eloğluda Məkkə ilə Mədinənin adı çəkilir. Sonra Əsir Azərbaycanım şeirində Əsir Azərbaycanım orada Kəbənin adı çəkilir. Sonra Vaqif dramında yenə Məkkə ilə Mədinənin adı çəkilir. Biz bunları görə bilərik. Uruz hönkür. Hətta burada Əlinin adı çəkilir. Əlinin adı çəkilən əsərlər Dərzi şagirdi Əhməd. Bir də Qaytar mənim qüdrətimi Azərbaycan şeiri. Xəlil Rıza Ulutürk. Burada Əlinin adı çəkilir.
Aha. Biz bunları analogiya eləyə bilərik. Urus hönkür-hönkür ağlayır, yanıq ciyərləri dağladı. Bu zaman Salur Qazanla Qaraca çoban çaparaq yetdi. Çobanın sapandının daşlığı 3 yaşar dana dərisindən, sapandının qolları isə 3 keçi tükündən idi. Hər yatanda 12 batman daş atardı, atdığı daş yerə düşməzdi, yerə düşsə də toz kimi sovrular, kül kimi ovlardı. 3 ilədəkdə daşın düşdüyü yerin otu bitməzdi. Sultanım Qaraca çoban çatan kimi çapandını işə saldı, sapandını. Dünya aləm kafirin gözündə qaraldı. Qazan deyir ki, Qaraca çoban, qoy anamı kafirdən istəyim, at ayağı altında qalmasın. Deməli, Qazan birinci olaraq kafirdən anasını istəyir. At ayağı iti, ozan dili çevik olar. Qazan kafiri çağırıb soylamış, görək nə soylayıb. Deyir, Şöklü Məlik, qızıl taclı uca evlərimi götürüb gəlmisən, sənə kölgəlik olsun. Qiymətli xəzinəmi, bol gümüşümü gətirmisən, sənə xərclik olsun. 40 incə belli qızla burla xatunu gətirmisən, sənə əsir olsun. 40 igidlə oğlu Muruzu gətirmisən, sənin qulun olsun. Tövlə-tövlə atlarımı gətirmisən, sənin miniyin olsun. Qatar-qatar dəvələrimi gətirmisən, sənin yükünü daşısın. Qoca anamı gətirmisən, anamı ver mənə. Biz burada həqiqətən də görürük ki, ana müqəddəsdir. Savaşmadan, vuruşmadan qayıdım, dönüm, gedim. Kafir də deyir, qızıl taclı evlərini gətirmişik, bizimdir. 40 incə belli qızla burla xatunu gətirmişik, bizimdir. Ananı gətirmişik isə bizimdir. Yayxan keşiş oğluna verərik, oğlu doğular. Biz onu sənə əvəz qoyarıq. Bu zaman da Qaraca çobanın acığı tutur, Qaraca çobanın dodaqları əsir. Deməli, burada kafiri adlandırır dinsiz, huşsuz kafir, ağılsız, başsız kafir. Deyir, qarşıda yatan qarlı dağlar qarıyıbdır, otu bitməz. Qan qadalı ırmaqlar quruyubdur, suyu gəlməz. Şəhanə şahbaz atlar qarıyıbdır, qulun verməz. Qızıl-qızıl dəvələr qarıyıbdır, köşək verməz. Qazanın anası da qocalıbdır, oğul verməz. Və artıq bu vaxt qalın Oğuz bəyləri bir-bir gəlib yetişdi. Görək kimlər gəlir. Deməli, birinci gəlir Qaragünə. Qaragünə. Burada Qaragünənin təsviri verilib. Qara dərə ağzında qara buğa dərsindən beşiyinin yerliyi olan, acığı tutanda qara daşı kül eləyən, bığını boynunun dalında 7 dəfə düyünləyən Qazan bəyin qardaşı Qaragünə gəlir. Deyir, çal qılıncını. Qardaşım Qazan, yetdim deyir. Bunun ardınca görək kimlər gəlir. Dəmir qapı Dərbəndəki dəmir qapını hücumla alan, 60 tutamlıq böyük nizəsinin ucunda igidləri böyürdən Qıyan Səlci oğlu Dəli Dondaz gəlir. Deməli, ikinci gəlir Dəli Dondaz. Dəli Dondaz. Aha. Amidlə Mərdin qalasını vurub yıxan, dəmir yaylı Qıpçaq Məliyə qan qusturan, gələrək Qazanın qızını mərdliklə alan, Oğuzun ağsaqqalı qocaları görəndə o igidə əhsən deyən al məxmər şalvarlı, atı mavi qotazlı Qaragünə oğlu Qarabudaq gəlir. Deməli, üçüncü gəlir Qarabudaq. Hətta buna Dəli Budaq da deyilir. Bunun ardınca kimlər gəlir? İcazəsiz Bayandır xanın düşmənini basan, 60 min kafirə qan qusturan, ağ boz atının yalı üzərində qar yığılan qəflət qoca oğlu Şir Şəmsəddin gəlir. Deməli, dördüncü gəlir Şir Şəmsəddin. Bəzən bu ardıcıllıqlar testə düşür. Çal qılıncını, ağam Qazan, çatdım deyir. Bunun ardınca gəlir deməli. Çalım çarpaz çalmalı, çal qara quş ərdəmli, qurama qurşaqlı, qulağı qızıl küpəli. Qalın Oğuz bəylərini bir-bir atdan yıxan Qazlıq qoca oğlu Yeynək gəlir. Deməli, Yeynək gəlir 5-ci olaraq. Şir Şəmsəddindən sonra. Çal qılıncını, ağam Qazan, çatdım deyir. Bunun ardınca Parasarın Bayburt hasarından sıçrayıb aşan, al rəngli gəlin otağına qarşı gələn Qalın Oğuzun müjdəçisi boz ayğırlı Beyrək gəlir. Deməli, biz 6-cı görürük. Beyrək gəlir. Bunun ardınca 60 təkə dərisindən olan kürkü topuqlarını örtməyən, 6 erkək dərisindən papağı qulağını örtməyən, qolu budu uzunca, baldırları incə, Qazan bəyin dayısı Atağızlı Aruz qoca gəlir.
Aruz gəlir. Çal qılıncını, bəyim qazan, çatdım deyir. Kafirləri itarcına qoşub alçaldan, ayğır gözlü suyunda at üzrən 57 qalan açarını alan ağ məliyin çeşmə qızına evlənən Sufi sandal məliyə qan qusturan Alpərən gəlir. Deməli 8-ci gələndə Alpərəndir. Aha. Çal qılıncını ağam qazan çatdım dedi. Sayılmaqla bəylər tükənməz, hamı yetişdi. Deməli bunlar təmiz suda yuyunurlar, ağalılarını yerə qoyurlar, 2 rükət namaz qılırlar, adı əziz Məhəmmədə salavat gətirirlər. Təklifsiz kafirin üstünə at saldılar, qılınc çaldılar, cumbur deməli döyüldü. Vurması qızıl tunç borular çalındı. O gün cəsur ərigidlər bəlli oldu, namətlər gizlənməyə yer axtardı. Bir qiyamət savaş oldu, başlar top kimi kəsildi. Böyük uzun nizələr sancılıb süstəldi. Böyük iti polad qılınclar çalındı. 3 lələkli qaynoqlar atıldı. O gün elə bir qiyamətin bir günü idi. Bəy nökərlərdən, nökər bəyindən ayrıldı. Deməli, burada hücum olunur. Dış Oğuz bəyləri ilə Dəli Dondaz sağdan, cəsur igidlərlə Qaragünə oğlu Dəli Budaq sol yandan hücum edir. Qazan xan da İç Oğuz bəyləri ilə də Qazan mərkəzdən hücum edir. Və gəlir Şöklü Məliyə çatır. Şöklü Məliyi öldürür. Şöklü Məliyi öldürür. Aha. Sağ tərəfdə Dış Oğuz bəyləri ilə deməli Dəli Dondaz idi da. Bu Qara Tükən Məliyi öldürür. Sol tərəfdə də Buğacıq Məliklə Dəli Budaq qarşılaşır və 6 pərli gürz ilə onun təpəsinə vurur. Dünya aləm Buğacıq Məliyin gözündə qaralır və ölür. Deməli, kafirin bayrağını qılınclayan Qaragünə olur. Qaragünə. Uruzun dustaq olduğu boyda da Burla xatun. Burla xatun. Deməli, Oğuz igidlərindən 500'ü şəhid olur. Qazan bəy qaçanı qovmur, aman eləyəni öldürmür. Qalan Oğuz bəyləri böyük qənimət ələ keçirirlər və 12.000 də kafir öldürülür. 12.000. 12.000 də kafir öldürülür. Qazan bəy öz ordusunu, arvad uşağını, xəzinəsini aldı, qızıl taxtına geri döndü. Deməli, Qazan gələndən sonra neyniyir? Gəlir taxtına geri dönür, yeni evlər tikdirir, Qaraca çobana vəzifə verir, əmraxur təyin eləyir. 7 gün, 7 gecə yeyib içmək olur. 40 qulu, 40 kənizi oğlu Uruza görə azad eləyir. Cəsur qoçigidlərə çoxlu torpaq, çuxa, arxalıq verir. Və sonda Dədə Qorqud gəlir, boy boylayır, soy soylayır. Deyir, hanı dediyim bəyərənlər, dünya mənim deyənlər. Əcəl aldı, yer gizlədi, fani dünya kimə qaldı? Gəlimli gedimli dünya, sonucu ölümlü dünya. Xeyir dua verək. Qarlı uca dağların yıxılmasın, kölgəli hündür ağacların kəsilməsin, coşqun axan gözəl suyun qurumasın. Tanrı səni namərdə möhtac etməsin. Və bu qədər hörmətli izləyicilər, ümid edirəm ki, faydalı oldu. Bəyənib rəy yazmağı unutmayın. İzlədiyiniz üçün təşəkkür edirəm.